Ölkəmizin Cənubi Qafqazda əsas söz sahibi olmasına baxmayaraq, təəssüf ki, hələ də Ermənistanı silahlandırmağa davam edən qüvvələr var. Bu prosesdə Hindistan da yaxından iştirak edir. Bu ölkənin İrandan keçirməklə Ermənistana hərbi texnika tədarükü, ərköyün Ermənistanın revanşizmini gücləndirmək, həmçinin yeni qarşıdurma yaratmaq məqsədi daşıyır. Hindistan bu dəstəklə erməni marşrutu yaratmaq niyyətindədir. Əslində, tarixi prosesləri nəzərə aldıqda Hindistanın Ermənistanı dəstəkləməsi o qədər də təəccüblü deyil. Ermənilərin böyük hissəsinin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi məhz bu Cənubi Asiya dövlətindən həyata keçirilmişdi. Oxşar mənzərə bu gün də davam edir, amma fərqli formada, silahlar vasitəsilə. Hindistan əvvəllər olduğu kimi indi də Cənubi Qafqazı qan gölünə çevirmək üçün ambar rolunu oynayır. Hindistandan İran vasitəsilə Ermənistana silah tədarükünü əks etdirən görüntülərin yayılması regionda yeni toqquşma yaratmağa çalışanlar arasında Yeni Dehlinin də olduğunu göstərir. Son 3 il ərzində Hindistanla Ermənistan arasında ümumi dəyəri 400 milyon dollardan artıq olan hərbi əməkdaşlığa dair sazişlər imzalanıb. O cümlədən hər iki ölkə arasında artan qarşılıqlı səfərlər Fransa ətri və Rusiya silahı ilə yaşayan ermənilərin indi də Hind musiqisinin sədaları altında rəqs etməyə başladığını göstərir. Hindistan özündə burada müəyyən bir alyansın yaranmasından narahatdılar. Azərbaycan, Türkiyə, Pakistan və Çin. Onlar hesab edir ki, belə bir qüvvənin burada yaranması nəinki Ermənistana, hətta Hindistana da, Hindistanın maraqlarına da bir zərbə vura bilər. Onların da maraqlarına zidd bir alyansdır. Bu prosesdə Hindistanla bərabər İran da dırnaqarası əhəmiyyətli rol oynayır və Tehran da bu məsələdə süddən çıxma ağ qaşıq deyil. Çünki hərbi yüklər öncə İranın Bəndər Abbas limanına, daha sonra isə bu ölkənin Nurduz sərhəd keçid məntəqəsindən Ermənistana ötürülür. Hərçənd İranın hiyləgər siyasəti rəsmi Bakı üçün yeni deyil. Bu dəfə Molla rejimi Hindistan hökuməti ilə birgə məğlublar ocağı kimi tanınan Ermənistanın yanındadır. İranın bu addımı atması, yəni Hindistandan gələn silahlar üçün tranzit rolunu öz üzərinə götürməsi, Ermənistanın silahlandırmasında xüsusi aktivlik nümayiş etdirməsi təbii ki, bu proseslə ziddiyyətli xarakter daşıyır. Amma hər bir halda mən düşünürəm ki, İran rəsmiləri əgər həqiqətən də Azərbaycanla münasibətlərinin kökdən pozulmasını istəmirlərsə, əgər həqiqətən də Azərbaycanla qonşuluq münasibətlərini davam etdirmək istəyirlərsə, bu kimi proseslərə maneçilik törədəcəklər və Ermənistanın silahlandırmasına nəinki rol alacaqlar, əksinə bu prosesin qarşısının alınmasında aktivlik nümayiş etdirərlər. Rəsmi Bakı Ermənistanın militarizasiya olunmasına Cənubi Qafqazda davamlı sülhə maneələr törətdiyi ilə bağlı həm Hindistanı, həm də İranı dəfələrlə xəbərdarlıq edib. Bunun qəbul edilməz olduğu və Ermənistanda revanşist dairələrə nəfəs verdiyi diqqətə çatdırılıb. Bu həm də hər iki ölkənin təmsil olunduğu qoşulmama hərəkatının tarixi bandut prinsiplərinə tamamilə ziddir. Xülasə, Hindistanın və digər ölkələrin Ermənistana yardımı uğursuzluğa düçar olacaq. Regionun sabitliyi hər zamanki tək Azərbaycanın əlindədir. Rüstəm Mikayılzadə, Zaur Dadaşov, Zaur Hüseynov, Kamil Eldaroğlu, ASTV Xəbər.